Şəkildə göstərdiyim kimi insan üzündəki ölüm üçbucağı təqribən bu nahiyəni əhatə eləyir və bizim burada çox güclü bir qan-damar sistemimiz var. Nəyə görə? Çünki burada şəkildə göstərdiyim qan-damar sistemi venoz sistemə aiddir. Vena damarları ürəyə gələn qanı təmsil edir. Yəni ürəyə gələcək qanı vena damarlarında daşınır. Ancaq digər vena damarlarından fərqli olaraq üzün bu nahiyəsində olan vena damarlarının bir xüsusiyyəti var. Onların içində qanın geriyə axmasını əngəlləyən klapanlar yoxdur. Yəni normalda venalarda klapanlar olur və bu klapanlar sayəsində qan bir istiqamətlə axır. Geriyə axın əngəllənir. Ancaq bu hissədə geriyə axını əngəlləyəcək bir klapan yoxdur. Bu nəyə görə vacibdir? Belə ki, siz üzünüzün bu nahiyələrində hər hansı bir manipulyasiya edərsəniz, məsələn, çıxmış sızanağı sıxıram və yaxud da qara nöqtələrim var, onları sıxıram. Bunları